sizi salamlayıram. Bugün artıq Bülbül Vokal Məktəbində 2 il təhsil almış bizim tələbələrin ilk desək, diplomları təqdim olunacaq. Bu Azərbaycanda yaradılan Bülbül Vokal Məktəbi bizim Azərbaycan Professional Vokal Məktəbimizin banisi Dahi Bülbülün adını yaşatmaq, onun zamanında bizə miras qoyduğu ənənələri bugünkü nəslə çatdırmaq və Azərbaycan Klassik Vokal Məktəbimizə onun ənənələrinə sadiq olan gəncləri yetişdirmək. Və bu missiyanı da biz öhdəsindən gəlirik və ölkəmizdə ilk ödənişsiz əsaslarla baş tutan bu vokal məktəbi də bugün öz ilk töhfələrini verir. Mən sizi təbrik edirəm. İlk diplomumuz bizim Atilla Məmmədov. Təbrik edirəm sizi. Göz yaşımı töktüm, gel gönlümle oynama, Milli mənəvi dəyərləri yaşatmaq, klassik vokal ənənələrimizi qorumaq bundan sonra sizə ərmağan olunur. Bu bir missiyadır. Əsas bizim məqsədimiz burada, bizim qayəmiz ondan ibarətdir ki, zamanında bizə necə tərbiyə veriblər, bizə necə bu əxlaqi dəyərləri öyrədiblərsə, bizim də məqsədimiz sizə bu dəyərləri ötürmək idi. Yalnız sizin fikrinizdə bu olmalıdır ki, mədəniyyətə xidmət göstərməlisiniz, klassik vokal ənənələrini qorumalısınız, Azərbaycanda belkanto ənənələrini yaşatmalısınız və gələcəkdə siz də cəmiyyətə, torpağa, xalqınıza, dövlətinizə faydalı olmağa çalışmalısınız. Allah hər zaman sizə yar olsun, Allah sizi qorusun.